Xoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlardan biri olan müsəlmanlarla döyüşmək barəsindədir. Bu günahın ən böyük günahlardan olmasının dəlili çoxsaylı Quran ayələri və Peyğəmbər əleyhissalamın bu əməli ən böyük günahlardan hesab etməsidir. Quran-Kərimdə bu barədə bir çox aşkar ayələr var. Allah Teala müsəlmanları öz din qardaşları ilə döyüşməkdən, onlara hücum etməkdən çəkindirmişdir və İslam dinində müsəlmanla döyüşənə müharib deyilir və müharib Allaha, onun Peyğəmbərinə, Allahın yer üzərinə göndərdiyi qayda, qanunlara və insanlara qarşı soyğunçuluq, qarət, yol kəsmək, xərac toplamaq və hər hansı bir vasitə ilə odlu və yaxud da soyuq silahlardan istifadə etməklə insanlara hücum edən müharib adlandırılmışdır və müharib hərb edən, döyüşən deməkdir və Peyğəmbər əleyhissalam da müharibləri yer üzərində fitnə fəsad törədənlər, həm də Allaha və onun Peyğəmbərinə vuruşanların olduğunu buyurmuşdur və Quran-ı Kərimin Əl-Maidə surəsinin 33-34-cü ayəsində Allah Teala mühariblərə, müsəlmanlarla döyüşənlərə ağır, cəza, şiddətli cəza da müəyyən etmişdir ki, ümumiyyətlə bu əməl elə əməllərdəndir ki, bu dünyada onun üçün şiddətli şəriət cəzası nəzərdə tutulmuşdur. Allah Teala ayədə bildirir ki, Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək ya da əl-ayaqlarının çarpazvari kəsilməsi yaxud da yaşadıkları yerdən sürgün olunmalarıdırlar. Bu cəza onlar üçün dünyada bir rüsvayçılıqdır. Bildiyimiz kimi İslam şəriətində insanın ağır cəza halında ona verilən cəzanın insanların toplaşdığı yerdə müəyyən bir insanlar Quran ayəsi ilə də bu sabitdir və Allah Teala buyurur ki, bir qrup insan da onu izləsinlər. Düzdür, müasir dövrdə bəzi insanlar bunu anlamırlar və yaxud da bu ayələr, burada olunan sərt cəzalar insanlara biraz humanizmdən uzaq gələ bilər. Lakin bu, həmin insanların İslam dinindən və bu günahın nə qədər təhlükəli və Allahın qəzəbinə gələn bir əməl olduğunu dərk etmirlər. Bu günah əməl Peyğəmbər əleyhissalamın dövründə də geniş yayılmışdır. Bəzi qəbilələr, ümumiyyətlə tayfalar var idi ki, işləri, peşələri bunların digər qəbilələrlə savaşmaq, onlara hücum etmək, qarət etmək, onların ailələrini qula çevirmək, yol kəsmək, xərac toplamaq və bu əməllərlə məşğul edilər və müsəlmanları daim təhdid edirdilər. Bunlar Yahudi tayfalarının da içində var idi və Peyğəmbər əleyhissalamdan qisas almaq üçün onlar müəyyən fürsət gözləyirdilər və Allah Teala da onların toplaşmış düşmən qüvvələrini dağıtmaq üçün onların üstünə Peyğəmbər əleyhissalamı göndərmişdi. Və günümüzdə də müharib o demək deyil ki, təkcə qoşun toplayıb müsəlmanlarla döyüşmək, hər cür soyğunçuluq, deməli bu əməl çox geniş, əhatəli bir əməldir və müsəlmana qarşı olan hər bir hücum, istər soyuq silahdan, istər odlu silahdan istifadə etməklə, ümumiyyətlə bəzən də heç bir silahdan istifadə etməyib, yalnız hədə-qorxu ilə insanın evinə hücum etmək, onun canına, malına və namusuna təcavüz etməklə bağlıdır ki, bu da İslam şəriətində ən şiddətli, ən ağır cəza ilə cəzalandırılmaq nəzərdə tutulmuşdur ki, Allah Teala müsəlmanın həm canını, həm malını, həm namusunu, onun təhlükəsizliyini, ümumilikdə isə İslam cəmiyyətinin asayişinə çox böyük önəm verilmişdir və həmin
ayədə keçən fitnə fəsad törədənlər birbaşa Allaha və onun peyğəmbərinə qarşı müharibə edənlərlə bərabər tutulmuşdur. Ona görə də Allah Taala onlara belə şiddətli cəzalar nəzərdə tutmuşdur, əmr göndərmişdir və bu cəzaların gördüyümüz kimi bir hissəsi onların yaşadığı yerdən sürgün olunmaları ilə ifadə olunur ki, bu da həmin insanların törətdiyi əməllərdə insan qətlinin olmaması və daha yüngül hallara aiddir ki, burada ölüm hökmü yox, həmin insanın yaşadığı yerdən sürgün olunması ilə bağlıdır. Onların əl-ayaqlarının ümumiyyətlə şiddətli cəza verilməsi isə kütləvi surətdə insanları qətl etmələri, onları quldurluqla yaralamaları, onların həm namusuna, həm mallarına, həm canlarına qəsd etmələri şəklində bunun İslam şəriətində cəzası ölüm olmuşdur. Müasir dövrümüzdə də demokratik ölkələrin qanunlarında da bəzi ölkələrdə bildiyimiz kimi Avropada ölüm hökmü aradan qaldırılmışdır. Lakin bəzi ölkələrdə, Amerikada belə bəzi ştatlarında ölüm hökmü qalmışdır və müxtəlif vasitələrlə həmin bu cür insanları kütləvi surətlə qətl edənlərə indi də ölüm hökmü vardır və ölkəmizdə də ölüm hökmü aradan qaldırılmış, onun yerinə ömürlük həbs cəzası nəzərdə tutulmuşdur və bunlar ən ağır deməli cinayətlər kateqoriyasına daxildir. Lakin bildirmək istəyirik ki, oğurluq bu əmələ daxil deyil. Bildiyimiz kimi oğurluq şəxsin əmlakını gizli talamadır, yəni gizli ondan xəbəri olmadan, yəni qorxaqcasına gizlində götürməklə bağlıdır ki, o da ayrı bir böyük günahdır. Lakin bu günah oğurluqdan dəfələrlə böyük günahdır. Bu günah müsəlmana qarşı, ümumiyyətlə təkcə müsəlmana qarşı yox, sənə qarşı heç bir pisliyi keçməmiş, hətta müşrikə, kafirə qarşı da həyata keçirilə bilməz və bu günah ümumilikdə müsəlmana qarşı hər cür təcavüzü, hücumu yasaqlamışdır və haram bilmişdir. Peyğəmbər əleyhissalamın dövründə bir nəfər Peyğəmbər əleyhissalama sual verir ki, ya Peyğəmbər, biri məndən malımı istəsə, mən neynəməliyəm? Peyğəmbər əleyhissalam cavab verir ki, sən malını vermə. Adam Peyğəmbər əleyhissalamdan soruşur ki, bəs onda o adam mənimlə vuruşsa necə? Peyğəmbər əleyhissalam buyurur ki, o adam səninlə vuruşsa, sən də onunla vuruluş. Həmin adam yenə sual verir ki, ya Peyğəmbər, o adam məni öldürsə, onda necə? Peyğəmbər əleyhissalam buyurur ki, onda sən şəhid olacaqsan. Adam yenə soruşur ki, ya Peyğəmbər, bəs mən onu öldürsəm necə? Peyğəmbər əleyhissalam buyurur ki, o cəhənnəmlikdir. Göründüyü kimi Peyğəmbər əleyhissalam insanın, müsəlmanın malını, canına böyük önəm vermişdir və Peyğəmbər əleyhissalam deməli bu yolda öldürüləni şəhid adlandırmışdır. Hədisdə də buyurulur ki, malını qorumaq üçün vuruşub ölən kimsə şəhiddir. Bu Peyğəmbər əleyhissalamın sözüdür və bu yolda müsəlman ona hücum edən müharibi, yəni onu öldürmək üçün, onun malına, ailəsinə zərər vurmaq üçün onun müdafiə hüququ vardır. Bu, demokratik ölkələrdə də, inkişaf etmiş ölkələrin də qanunlarında təsbit olunmuşdur və hər bir insan özünü müdafiə hüququna malikdir. Və belə müharibi hər bir insan başqa niyyətlə olmasa, özü müdafiə şəkildə ona qarşılıq verə bilər. Bu günahın bir hissəsi də müsəlmanlara qarşı kafirlərə, müsəlmanlarla döyüşən insanlara kömək etməkdir. Bu da həm Peyğəmbər əleyhissalamın, həm də Allah Taala'nın Qurandakı bir çox ayələri ilə yasaqlanmışdır. Allah Taala Quran-ı Kərimin Əl-Maidə surəsinin 51-ci ayəsində buyurur ki, ey iman gətirənlər, Yahudiləri və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birinin dostudurlar. Əgər sizlərdən kimsə onları özünə dost tutsa, o da onlardandır. Yəni Allah Taala açıq şəkildə bildirir ki, onları özlərinə dost tutanlar, onlar kimidirlər? Yəni onlar əqidədədirlər. Bu məsələlərinə də mütləq izah vermək lazımdır. Ümumiyyətlə, yəni Yahudi və xaçpərəstlərə münasibət zaman-zaman firqələr arasında mübahisə mövzusu olmuşdur.
biz Əhl-i Beytdən gələn xəbərlərə əsaslanaraq onu deyə bilərik ki, bu hər bir Yahudi və Xristianlara şamil deyil bu ayə. Bu ayə ümumiyyətlə onlarla əlaqəni yasaqlamır, onlarla dost olmaqda da bir problem yoxdur. Bu ayə yalnız Yahudi və Xristianların müsəlmanlarla olan döyüş vəziyyətində, müharibə vəziyyətinə aiddir və bir müsəlman başqa bir müsəlmanla düşmən vəziyyətində olan bir Yahudi və Xristianlarla dostluq etməsi Allahın bütün göndərdiyi qayda qanuna və onun Peyğəmbərinin gətirdiyi şəriətə xəyanət etmiş kimidir. Yəni bildiyimiz kimi İslam dinində müsəlman qardaşlığı var, İslam qardaşlığı var, yəni milliyyətçilik prinsipi yoxdur, təəssübkeşlik prinsipi yoxdur. Bəzi insanlar arasında mən qohumlarının təəssübünü çəkdim deyərək bildirirlər, lakin çoxları anlamırlar ki, bu təəssüb deyil, o qeyrət çəkməlidir. Qeyrət Allahın da halal buyurduğu bir hissdir, lakin təəssüb çəkmək bildiyimiz kimi ən böyük günahlardandır. Növbəti gələn günahlarda bu barədə məlumat veriləcək. Yəni iblisin sahib olduğu xislətlərdən biridir təəssübkeşlik və insan öz qohumunun, öz tanışının və yaxud da müsəlman qardaşının qeyrətini çəkməlidir. Ona görə İslami prinsipdə İslam ümmətçilik və müsəlman qardaşlığı prinsipi var idi ki, və hər bir müsəlman bu prinsipə, bu imana sahib olmalı və öz müsəlman qardaşı ilə münasibətdə digər kafirləri, həmin müsəlmanlarla müharibə vəziyyətində olan, onunla düşmənçilik edən digər Yahudi və Xristianları müdafiə etməməlidir. Bu imansızlıqdır, bu imandan çıxmaqdır. Çünki həmin müsəlman qardaşı ilə düşmən münasibətdə olana hər vasitə ilə insanın müəyyən vasitələrlə kömək etməyi, ona birbaşa silah və yaxud da hər hansı bir ərzaq vasitəsi də olsa, hətta ticarət də olsa onunla etdiyi bu ticarət həmin müsəlman qardaşlığına xəyanət və həmin düşmənin isə möhkəmlənməyinə sərf olunan bir fəaliyyətdir ki, bu fəaliyyət də İslam dinində yasaqlanmış və haram elan olunmuşdur. Günümüzdə də müsəlmanların ümumiyyətlə beynəlxalq aləmdə vəziyyətləri olduqca acınacaqlıdır və hörmətli izləyicilər, mən bir neçə il bundan qabaqki bir hadisəni xatırlayıram və Qətər Ərəb dövlətinə qarşı bir çox ərəb ölkələrinin boykot siyasətini, hətta bu vəziyyət müharibəyə də səbəb olacaqdır. Lakin Qətər dövlətini Türkiyə və İran İslam Respublikası müdafiə edirdi və demək olar ki, onları ölkə şəklində xilas etdilər. Ərəb ölkələri onlarla ümumiyyətlə hər cür ticarəti belə qadağan etdilər və gördüyümüz kimi bunun bircə səbəbi var idi ki, həmin ərəb dövlətləri öz millətlərindən olan başqa bir ölkəni müsəlman qardaşlığı prinsipindən müdafiə etmək əvəzinə, əksinə onlara bunu əmr edən digər xristian və Yahudilərlə dostluq etmək nəticəsində səbəb olmuşdu və bundan başqa da yenə də Fələstin, biz Qəzza məsələsini misal çəkə bilərik. Bildiyimiz kimi Fələstinlilər də ərəbdir, milliyyətcə ərəbdir. Ərəblər ümumiyyətlə cahiliyyət dönəmində də olduqca ərəb milliyyətçiliyinə böyük əhmiyyət vermişdilər. Lakin günümüzdə isə baxıb görürük ki, Fələstini, Qəzzanı bir ərəb dövləti də demək olar ki, əsasən müdafiə etmədilər və onlar əksinə onlarla düşmən olan, onlara hücum edən ölkələrlə dostluq münasibətində olduqlarına görə öz xalqlarına, öz millətlərinə düşmən oldular. Gördüyümüz kimi bu fəaliyyət, bu günah ümumiyyətlə İslam, müsəlman qardaşlığına xəyanət əməlidir və müsəlmana, ümumilikdə insanlığa qarşı hər cür cinayəti, hər cür hücumu, hər cür pisliyi, insanların canına, malına, onların hücum etmək, onların
malını hədə-qorxu ilə əlindən almaq və onların təhlükəsizliyinə yönəlmiş hər bir hücum xarakterli, pis niyyətli hərəkətlərlə bağlıdır və biz bu günahdan həm özümüz çəkinməliyik, həm də ətrafımızı, ailəmizi bu yönümdə müsəlman qardaşlığı prinsipi ilə uşaqlarımızı böyütməliyik və hər kəsə mən İslam prinsiplərinə sadiqlik arzulayıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.